Bugünkü mövzu izahımız olacaq. While dövr operatoru olacaq. While dövr operatoru. Bugün biz sizinlə while dövr operatorunu öyrənəcəyik. Ondan sonra while'ın içində if else, ondan sonra while'ın içərisində for, for'un içərisində while kimi anlayışlarla tanış olacağıq. Bugünkü dərsimiz əslində çox sadə dərsdir. Mövzu izahı balaca bir dərsdir. Növbəti dəfədən inşallah biz artıq defə başlayacağıq. Yəni ona görə də artıq biz xeyli hissəni möhkəmləndirmişik. A bərabərdir 5 yazıram. Bundan sonra while daxil eləyirəm. While nə qədər ki deməkdir? While'ın şərti nə qədər doğrudursa, print hissəsi o qədər icra olunmuş olacaq. Yəni şərt nə qədər doğrudursa, print o qədər icra olunmuş olacaq. Biz indi belə bir sual yazırıq və bunun nəticə olaraq ekrana çıxartmaq istədiyi cavablarla tanış olacağıq. Biz artıq dövr operatorunun necə işləməsi ilə tanışıq. Yəni dövr operatorunun hansı vəziyyətdə işləməsi ilə artıq tanışıq. Bu kimi prosesləri artıq bilirik. Baxın, burada A dəyişəninin qiyməti 5-dir. Birinci halda yazıram. Deməli, A bərabərdir 5-ə. İndi şərt operatoruna gəlirik. 5 böyüdür 2-dən. Şərtimiz hə olduğuna görə print A-ya keçirik. 5 çap olunur və A dəyişəninin qiyməti 1 vahid azalıb olur 4. While'ın strukturu belədir ki, yəni şərt nə qədər ki, bax bura qarşısı doğrudursa, o qədər icra olunacaq. Onda burada təzədən 1 də gedirəm. Deməli, A-nın qiyməti 4 idi. 4 böyütür 2-dən. Şərtimiz yenə də hədir deyənə 4 çap olunur. A dəyişəninin qiyməti 1 vahid azalır, olur 3. Yenidən biz 1-də while-a gedirik. Deməli, üçüncü halda 3 böyükdür 2-dən şərtimiz olacaq hə. Onda deməli, baxın, 3-ü çap eləyəcək və A dəyişəninin qiyməti olacaq 2. Dördüncü halda biz şərt operatoruna gedirik. 2 böyükdür 2-dən. Şərtimiz burada yox olacaq. Burada şərtimiz yox olduğuna görə dövrdə olan bu operatorlar yerinə yetirilə bilməyəcək. Bax, dövrdə olan bu operatorlar yerinə yetirilə bilməyəcək. Ona görə də biz artıq dövrə keçid eləyə bilmirik. Gəlirik bax bu print A-ya. Bu print A dövrün içində deyil. Dövr bitdikdən sonra ən sonda bircə dəfə icra olunacaq və beləliklə A dəyişəninin son qiyməti olan 2 çap olunmuş olacaq. İndi burada diqqətli olmaqda fayda var. Baxın, bizdən soruşa bilər ki, dövrdə olan operatorlar neçə dəfə icra olundu? Dövrdə olan operatorlar bax bu hissədir. Deməli 1, 2, 3 dəfə. Bax dövrdə olan operatorlar 3 dəfə yerinə yetirildi. Deməli şərtli dövr operatoruna neçə dəfə müraciət elədik? 4 dəfə. Bax 4 dəfə şərti yoxladıq. Bu ən sondakı printə neçə dəfə müraciət elədik? Yalnız və yalnız bir dəfə müraciət etmiş olacağıq. Deməli, biz for dövr operatorunu öyrənmişdik. For dövr operatorunda şərt yox idi. Dövrə müraciətlərin sayı əvvəlcədən məlum idi. Ancaq while dövr operatorunda dövrə müraciətlərin sayı əvvəlcədən məlum deyil, şərtdən asılıdır. Şərt nə qədər doğrudursa, dövr bir o qədər icra olunmuş olacaq. Şərt nə qədər doğrudursa, dövr bir o qədər icra olunur. Şərt yalan olmalıdır ki, dövrdə dayansın. Bax, bu vəziyyətdə ifadə edirik. Yaxşı, bunu belə deyirik. İndi gəlin başqa bir anlayış yazaq. Bax, burada sadəcə yazıram ki, true. Bax, belə bir şey yazıram, true. İndi gəlirəm bunda, deməli, bax, burada əgər, bax, şərt hissəsinə heç nə yazmamışam da, sadəcə true yazmışam. Sadəcə true o deməkdir ki, şərtimiz doğrudur və baxın, bax, bu bizim üçün, yəni şərt heç vaxtı yalan olmayacaq. Sonsuz dövr alınır və burada A-nın qiymətləri hər dəfə mənfi bir azala-azala getmiş olacaq. Daha sonra biz gəlib əgər, baxın, bax, bircə dəqiqə proqramı yanlış dayandırdıq. Bircə dəqiqə, deməli, aha, yenidən gəlin başladaq.
Deməli, fayl menusuna vurduq. New file. Aha. Eyni kodu bir də yazıram. A bərabərdir 5. Ondan sonra while. İndi yazıram false. False yazıram və print A yazıram. A bərabərdir A çıxılsın 1 yazıram və burada da print A yazıram. Bax, bu vəziyyətdə isə şərtin yoxlamadan yalan olmasını deyir bizə. Bax, şərtin yoxlamadan yalan olması haqqında bizə məlumat verir. Şərtimiz əgər yalandırsa, qapı açılmır, biz aşağıya düşmürük və aşağıya düşmürüksə dövrdə olan komandalar icra olunmur. Dövrdə olan komandalar icra olunmursa, deməli, dövrdə olan A dəyişəninin qiyməti heç vaxtı azalmayacaq. A dəyişəninin qiyməti yəni azalmırsa, bircə dəqiqə, A dəyişəninin qiyməti azalmırsa, deməli o zaman bizim yəni A-nın qiyməti 5 olaraq qalacaq və A ekrana, yəni 5 ən son qiyməti A-nın elə 5 olmuş olacaq. Baxın, bax, burada A dəyişəninin qiyməti azalmır və 5 çap olunur. Əgər burada A dəyişəninin qiymətini 50 yazmış olsam, onda A dəyişəninin qiyməti ekrana ən sonda 50 çap olunmuş olacaq. Bir də belə bir komandalar var. Tutalım, bax, belə yazmışam, bax, belə. Bu vəziyyətdə daxil etmişəm. Əgər bu vəziyyətdə daxil etmişiksə, onda proqram ekrana heç nə çıxardacaq. Çünki, baxın, printə müraciət etməsi üçün dövrə keçid almalıdır. Dövrə keçid alması üçün də şərt doğru olmalıdır. Bizim buradakı şərtimiz də heç vaxt doğru olmadığına görə, deməli, A dəyişəni də printdə heç nə çap eləməyəcək və nəticəmiz heç nə olacaq və heç nə çap olunmayacaq, olmuş olacaq. While dövr operatorunda başqa sual nümunələrimiz də var. Məsələn, bir qəbul sualını diqqətinizə çatdıraq. Yazıram A böyükdür. Buradan tutalım, yazmışam ki 40-ı və buradan da yazmışam ki A böyükdür, bərabərdir 10-dan. Baxın, A böyükdür, bərabərdir 10-dan yazmışıq. İndi burada yazıram ki A bərabərdir, A çıxılsın 10. Burada isə, yəni A çıxılsın 10. Ondan sonra isə artıq bu sətri silirəm. Yazıram print, tutalım ki A. Ondan sonra buradan yazıram print, baxın A. Bu vəziyyətdə çap yazırıq. Biz bunu çap edəndə nəticə ekrana bu vəziyyətdə çap olunacaq. Maraqlıdır. Niyə görə belə çap olunur? Gəlin bir daha baxaq. While əslində çox asandır, amma çox diqqət tələb eləyən yerləri var. İndi yazıram birinci halda A-nın qiymətini 40 yazıram. 40 böyükdür, bərabərdir 10-dan. Şərtimiz hədir. Şərtimiz hədir deyənə A dəyişəni 10 vahid azalır, olur 30 və print A 30-u çap eləyir. 30-u çap eləyəndən sonra bir də gəlir while-a. İkinci halda 30 böyükdür, bərabərdir 10 yazmışıq. Yenə də şərtimiz hədir. A-nın qiyməti 10 vahid azalıb, nəticə ekrana çap eləyəcək 20-nə. Deməli, A dəyişəni olacaq 20 və nəticə ekrana çap eləyəcək 20-nə. Üçüncü halda bir də şərtə müraciət eləyəcək. Yenə də şərtimiz doğrudur. A 10 vahid azalıb olacaq 10, onu çap etmiş olacaq. Dördüncü halda biz şərtə müraciət edirik. A dəyişəninin qiyməti 10-dur. 10 böyükdür, bərabərdirmi 10-dan? 10 ondan böyük deyil, amma bərabərlik var deyənə şərti hə götürürük. Azalacaq olacaq 0, 0 çap olunacaq. Beşinci halda şərtli dövr operatoruna müraciət eləyirəm. 0 böyükdür, bərabərdir 10-dan. Şərt doğru deyil. Dövrdə olan bu operatorlar icra oluna bilmir və biz keçirik ən sondakı printə. Burada print A yazılıb. Print A yazılıbsa, A dəyişəninin qiyməti 0-dır. 0 təkrar çap olunmuş olacaq. Ona görə də alt-alta 30, 20, 10, 0, 0-ın çap olunduğunu görə bilərik. Kiminsə bununla bağlı sualı varmı? Yəni nəyi başa düşmədik, nəyi anlamadıq? Kimin sualı varsa, buyurun suallarınızı verin. Aha, diqqətli olaq. Kimin sualı varsa verin. Aha, kimdə sual var?
Aha, belə görürüm heç kəsdə sual yoxdur. O zaman davam edək. Deməli, mən sizə indi baxın for ilə while-ın qarşılığını izah eləyəcəm. Diqqət ilə baxaq. Mənim səsim gəlir, eşidirsiniz mənim səsimi? Səsim gəlir, aydın şəkildə başa düşürsüz səsimi? Yəni anlaşılandır mənim səsim. Aha. Nə yaxşı. Aha, yaxşı. O zaman davam edək. Bax, biz belə bir proqram fraqmenti yazdıq və bu proqram fraqmentini çap edərkən, baxın ekrana belə bir, yəni ardıcıllığın çap olunduğunu görürük. Baxın, çox diqqətli olaq burada. Deməli, bircə dəqiqə proqramı bir də çalışdıraq. Gəldik, baxın, bax. Bu vəziyyətdə çap çıxdığını, çap olunduğunu görə bilərik. İndi diqqətli olaq. Burada yoldaşlar, baxın, birinci ulduzu çap etməsi çox maraqlıdır. Deməli, baxın, yoldaşlar. Gəlin baxaq. I dəyişəninin qiymətlərini yazıram birinci 4, daha sonra i dəyişənini 6, i dəyişəni 9, i dəyişəni 7 və i dəyişəni olacaq 3. Birinci bu qiymətləri çap eləyir. Bunu hər biriniz başa düşürsünüz da ki, yəni niyə görə birinci bunlar bax. i-nin qiymətləri bax bu siyahının içərisindədir. Deməli, i-nin müraciət elədiyi qiymətlər bir dəfə 4 olacaq, bir dəfə 6 olacaq, bir dəfə 9 olacaq, bir dəfə 7, bir dəfə də 3. İndi gəlirik while-a. 4 böyükdür 5-dən. 4 böyükdür 5-dən. Şərt doğru deyil. Qapı açılmır. Qapı açılmadığına görə biz dövrdə olan operatorları icra edə bilmirik. Və i-nin növbəti qiymətini götürmək üçün biz bu ulduzu çap edirik. Bax, bu ulduzu çap edirik. Ulduz çap olunur. Ondan sonra gedirik, baxın, bax, bu növbəti i-nin qiymətinə. Gəldik 6-ya. 6 böyükdür 5-dən. Şərtimiz hədir. Qapı açıldı. 6-dan çıxdım 2-ni, oldu 4. Print i 4-ü çap elədi. Təzədən bax burdan while-a 1 də gəlirəm. 4 böyükdür 5-dən. Şərtimiz yoxdur deyənə, daha biz, yəni bax bu dövrdə olan operatorları icra edə bilmirik. Keçirik bax bura, ulduzu çap eləyirik, ulduzu. Ulduzu çap elədik. Ondan sonra keçirəm. i bərabərdir 9-a. 9 böyükdür 5-dən. Burada şərtimiz hədir. Ona görə də i-nin qiyməti 2 vahid azalır, 7. 7-ni çap eləyirəm. Daha sonra yenə də baxın bax bu while-a müraciət edirəm. 7 böyükdür 5-dən. Yenə də şərt doğrudur. O zaman i bərabər olacaq 7-dən 2 çıxanda 5-ə. Print i 5-i çap edəcəyik. Daha sonra gedirik şərtə. Daha sonra bir də şərtə gedirik. 5 böyükdür 5-dən. Şərtimiz yox olacaq. Bax, 5 böyükdür 5-dən. Şərtimiz yox olacaq. Şərtimiz yox olanda biz gəlirik ulduzu çap edirik. Ondan sonra gedirik. i bərabərdir 7-də. 7 böyükdür 5-dən. Gəlin çap elədiklərimizi ulduzun içərisində yazaq ki, onları görə bilək. 7 böyükdür 5-dən. Şərtimiz hə olacaq. i bərabər olacaq. 7-dən 2 çıxacaq 5. 5-i çap eləyəcək. 5-dən sonra şərtə 1 də gedir. 5 böyükdür 5-dən. Şərtimiz doğru deyil. Ona görə də birbaşa ulduzu çap etmiş olacaq. Ən sonda bir də gedirəm. 3 böyüdür 5-dən. Şərt doğru deyil deyənə, dövrdə olan operatorları icra edə bilmir, ulduzu icra etmiş olacaq. Artıq i-nin də qiymətləri bitdi deyənə, daha while-a girmirik. Ən sonuncu plusumuzu da çap edirik, onunla da bitir. Çap olunacaqlarımızı ardıcıl yazsaq, ulduz, 4 ulduz, sonra 7, 5, ondan sonra bir dənə də ulduz, daha sonra 5, sonra deməli 5-dən sonra ulduz yazdıq. 5 ulduz, daha sonra ulduz və plus. Həqiqətən də aldığımız cavablar
çap etdiyimiz cavablar ilə eynidir. Deməli, doğru cavab variantımız olacaq bu vəziyyətdə. Kim nəyi başa düşmədisə soruşun. Əks halda mən sizə sual verim. Aha, hər kəsə aydın oldusa, nə gözəl. Gəlin mən davam edeyim, başqa bir sual verim və cavabları sizdən istəyək. For, in, yazıram, tutalım ki, siyahı 10 yazmışıq, 9 yazmışıq və 3 yazmışıq. Bir dənə də yazmışıq, tutalım ki, 15. Belə bir kod yazmışıq, tutalım. İndi gəlirik burada while böyükdür, böyükdür, bərabərdir 6-dan. Belə bir informasiya yazmışıq. Print yazıram deməli çıxılsın 3 və bərabərdir çıxılsın 4 yazıram. Çıxılsın 4 yazıram. Burada print yazıram ki belə bir 4 dənə ulduz. Ondan sonra burada da yazıram print. Məsələn, belə bir pluslar. Yazın görək kim doğru cavablar almış olacaq. Yəni kim yatmayıb, kim bizə qulaq asır. Kimi günortanın yuxusu özünə aparmayıbdı. Aha, cavablarınızı chat bölməsinə yazın. Aha, bugün mən qonaq gəlmişəm. Orada da qəşəng toyuqlar, cücələr, yəni hamısı ətrafımdadır. Aha, aldığınız cavabları yazın zəhmət olmasa. Aha, nə cavablar aldıq? Aha, gəlin mən izah verim. Bugün Gülnarə müəllimə. Deməli, bir neçə müəllim yazıb. Gəlin baxaq görək. Aha, deməli, run düyməsinə vurduq. Proqramımızı çalışdırdıq və
Belə bir ifadənin çapdan çıxdığını görə bilərik. Baxaq görə bunlar hardan alınır və necə alınır. Birinci biz aydın məsələdir ki, i-nin qiymətlərini yazacağıq. I bərabərdir 10, i bərabərdir 9, i bərabərdir 3, i bərabərdir 15 olmuş olacaq. Baxın yoldaşlar, yəni indi burada i-nin qiymətləri üzərindən gedirik. Birinci i-nin qiyməti 10-dur. Gəlirsiniz while-a. 10 böyükdür, bərabərdir 6-dan. Şərtimiz hədir. Şərtimiz hə olduğuna görə, bunları mən iç-içə yazmışam. Bircə dəqiqə gəlin daha səliqəli yazaq. Deməli, birinci yazdıq, i-nin qiymətini 10, daha sonra i-nin qiyməti 9, i-nin qiyməti 3, i-nin qiyməti 15 almış olduq, düzdürmü? İndi baxın, burada gəlirik. Birinci yazırıq 10 böyükdür, bərabərdir 6-dan. Burada şərtimiz hə olacaq. Hə olduğuna görə dövrdə olan bu operatorlar icra olunacaq. Yəni burada şərt nə qədər doğrudursa, dövrdə olan bu operatorların ikisi icra olunacaq. Şərt yalan olanda bu icra olunacaq və gedib i dəyişəninin növbəti qiymətini götürmüş olacaq. İndi i-nin qiyməti 10-dur. 10-dan 3 çıxırıq, 7-ni çap eləyirik. Burada bax çaşmayın ha. 7-ni çap eləyirik. I dəyişəninin qiyməti isə, bax 7-ni çap eləyirik, amma i dəyişəninin qiyməti 7 deyil. I dəyişəninin qiyməti 10-dur. Sonra i bərabər olacaq. 10-dan 4-ü çıxırıq, olur 6. Təzədən biz buradan bax gəlirik while-a. While-da da 6 böyükdür, bərabərdir 6-dan. Şərt doğrudur. 6 çıxılsın 3. 3-ü çap eləyəcək, amma i dəyişəninin qiyməti hələ 6 daha. 6-dan çıxdıq 4-ü, oldu 2. İndi təzədən bax bir də dövrə gedirəm. 2 böyükdür, bərabərdir 6-dan. Bax şərtimiz doğru olmayacaq. Ona görə də biz dövrdə olan bu operatorları icra eləyə bilmirik. Gəlirik, bax bu ulduzları çap edirik. 4 dənə ulduzumuzu çap edirik. 4 dənə ulduzu çap edəndən sonra gedirik i dəyişənin növbəti qiymətini götürürük. 9-u. İndi yazırıq burada 9, bax çox diqqətli olaq. 9 böyükdür, bərabərdir 6-dan. Şərtimiz hədir. Şərtimiz hə olduğuna görə 9-dan 3 çıxırıq, 6 çap olunacaq və i dəyişəni 9-dan 4 çıxırıq, olur 5. Təzədən while-a 1 də gedirik. 5 böyükdür, bərabərdirmi 6-dan? Şərtimiz doğru olmayacaq. Ona görə də biz dövrdə olan operatorları icra edə bilmirik. Print, gəldik, baxın, bax bu 4 dənə ulduzumuzu çap etdik. I-nin qiyməti 3-ə getdim. 3 böyükdür, bərabərdir 6-dan. Şərt doğru deyil. Burada şərt doğru olmadığına görə dövrdə olan operatorlar icra olunmur. Birbaşa ulduzları çap etmiş olacam. Ulduzları çap etmiş olacam. Növbəti gedirik 15-ə. 15 böyükdür, bərabərdir 6-dan. Şərtimiz doğru olacaq. 15-dən çıxırıq 3-ü, 12 çap olunur. A dəyişəni öz qiymətini dəyişib olacaq. 15 çıxılsın 4, 11. Yenidən 1 də yoxlayırıq. 11 böyükdür, bərabərdir 6-dan. Şərt doğrudur. 11-dən 3 çıxıram, 8-i çap eləyəcək. A bərabər olacaq. 11 çıxılsın 4, yəni 7-yə. Növbəti 7 böyükdür, bərabərdir 6 yazırıq. Şərtimiz doğru olacaq. Ondan sonra gəlirik buradan. 7-dən 3 çıxırıq, 4-ü çap eləyirik. A dəyişəninin qiyməti 7 çıxılsın 4, olur 3. Gedirik 3, böyükdür, bərabərdir 6-dan. Şərtimiz doğru deyil. Daha dövrə keçid eləyə bilmirik. Ulduzlarımızı çap eləyirik və artıq i dəyişəninin son qiyməti qurtardı deyənə daha biz while-a keçid edə bilmirik. Ən sondakı pluslarımızı, yəni ən sondakı 4 dənə plusumuzu çap etmiş olacağıq. Ardıcıl baxsaq 7, 3, ulduzlar. 6, sonra ulduz, sonra yenə ulduz, 12, 8, 4, ulduz, daha sonra isə pluslar çap olunmuş olacaq. Kiminsə sualı varmı? Yəni başa düşmədiklərimizi buyurun soruşun, müzakirə edək. Aha.
5'i hardan aldıq? Hansı 5'i? Ee, biz 5 çap eləməmişik axı. Yəni sadəcə i-nin qiyməti 9 idi. 9-dan burada 9 çıxılsın 4, i-yə 5 aldıq. Gəldik deməli burada 5 böyüdür 6-dan şərt doğru olmadı deyənə dövrə girmədik və bu ulduzların çapını vermiş olduq. Burada i minus 3'ü çap eləyir. O çap elədiyi i dəyişəninin qiyməti deyil, sadəcə çap etdiyidir. I dəyişəninin qiyməti baxın bax buradakıdır. Bax i dəyişəninin qiyməti burada olandır. Aydındırmı? Sual varmı? Aha. Davam edək o zaman. İndi isə keçid alaq while-da if else-yə. Görək if else while-da necə olur? Yazıram a bərabərdir 5. Ondan sonra yazıram while a böyükdür 2-dən, qoşa nöqtə. Ondan sonra if a böyükdür yazıram 3-dən, qoşa nöqtə, print a plus 2. Və yazıram else qoşa nöqtə, print a plus a deməli plus 6. Ondan sonra burada yazıram A bərabərdir. A çıxılsın 1. Belə bir şey yazıram. Və gəlirəm buradan daxil eləyirəm print A-nı. Bax, belə bir kod yazmışam. Belə bir kod yazmışıq. Biz bunu çap eləyən zaman bir neçə qiymət ekrana çıxardacağıq. Bax, burada problem harda yaşayırıq? Müəllim haqlı olaraq deyir ki, if else, yəni dövr deyil də, orada bir dənə çap eləyib dayanacaq. Bunu mən sizi başa düşürəm. Amma bu if else nəyə aiddir? While-a aiddir. While isə dövr operatorudur. Deməli, bu dövrdən asılı olmuş olacaq. Onda gəlirik. Yenə də burada birinci yazıram. A-nın qiymətini 5 yazıram. Keçdik dövrün dövr operatoruna. 5 böyükdür 2-dən şərt hərdir. Sonra keçirik, bax, burada qapı açılır. Gəlirik, bax, bu ifə. 5 böyükdür 3-dən. Yenə də şərtimiz hərdir. Hə olduğuna görə A-nın qiyməti 5 idi da. 5-in üzərinə 2 gəldik. 7-ni çap elədik. Və biz, baxın, bax, yoldaşlar, if sətrinə müraciət etmişiksə, deməli, else-yə müraciət etməyəcəm. Və bu ifi icra eləyib buradan oppanıb while-a gələ bilmərəm. Yəni, buranın sonuna gəlib sonra getməliyəm də. Bax, burada ifi icra elədimsə, else-yə keçməyəcəm. Çünki if doğru olanda else-yə müraciət etmirik. Gəlirik buradan A bərabərdir, A çıxılsın 1. Sərbəst həddimiz var, onu icra eləyirik. A-nın qiyməti bizim üçün deməli 5 idi. 5-dən 1 çıxdıq, oldu 4. İndi bax buradan gedirik bir də while-a. Gəldi indi ikinci halda 4 böyükdür 2-dən. Şərtimiz hə olacaq. Şərtimiz hə olanda qapı açılır. 4 böyükdür 3-dən şərtini də yoxlayırıq. Şərt yenə də hədir deyənə 4-ün üstünə 2 gəlib 6-nı çap eləyir. Da ifə müraciət elədisə else-yə müraciət eləmir. Sərbəst həddə A dəyişəninin qiyməti azalıb olacaq 3. Üçüncü halda while-a gedirəm. 3 böyükdür 2-dən şərtimiz hə olacaq. Şərtimiz hə olduğuna görə burada gəlib yazırıq. Deməli, indi keçirəm 3 böyükdür 3-dən. Burada isə şərtimiz doğru olmayacaq. Şərtimiz doğru olmadı deyənə else qoluna keçirik. 3 plus 6, 9-u çap eləyirik və A dəyişəninin qiyməti azalır olur 2. Dördüncü halda bir də dövr operatoruna gedirəm. 2 böyükdür 2-dən. Artıq burada qapı açılmır. Biz daha dövrdə olan komandaları icra edə bilmirik. Ən sonuncu print A-ya müraciət edirik. Bu da A-nın son qiyməti olan 2-ni nəticə olaraq ekrana çıxartdığını görə bilərsiniz. Aydındırmı? Başa düşdükmü? Kimin nə sualı varsa soruşun, müzakirə edək. Kimin nə sualı varsa buyurun soruşun, müzakirə edək. Kimin nə sualı varsa müzakirə edək. Aha, deməli, bütün cavabları doğru almışdım. 2 xaric. 2-ni çap eləməyinin səbəbi ən sonda A dəyişəninin qiymətinin çapı var. Bax, buna görə.
2-ni 2 dəfə yazırıq. Niyə görə 2 dəfə yazırıq? Yox. Çünki burada 2 böyükdür 2-dən şərti doğru olmur. Qapı açılmır. Qapı açılmır deyənə də çap getmir. Sadəcə ən sondakı bircə dəfə print A-ya müraciət etmiş olacaq. Aydın oldumu? Başa düşdünmü? Davam edək. Birini sizə verək, görək burada siz necə işləyəcəksiniz. Deməli, növbəti misalımıza keçid alaq. Yazmışam A bərabərdir 9. Ondan sonra yazıram while. A böyükdür 5-dən. Ondan sonra yazıram burada print. A minus 6. Ondan sonra yazıram if A tutalım ki böyükdür. Deməli 2-dən böyükdür 2-dən print yazıram ki A plus 3 A plus 3 yazırıq və ondan sonra deməli else qoluna keçid alırıq. Else qoluna print yazırıq minus 2 belə bir misal. Ondan sonra burada A bərabərdir A çıxılsın 2 yazırıq. A bərabərdir A çıxılsın 2 yazırıq və print A yazmış olacam. Cavabları siz yazın, görək nə alırıq. Cavabları siz yazırsınız, görək nə alırıq. Deməli, cavablarımıza keçid alaq, görək biz necə aldıq. Yox, maşallah, yəni dinləyənlər rahat şəkildə alırlar. Heç yəni bunun belə ayrıca izahı belə olmasa, əvvəlki dərsləri yaxşı başa düşəndə bunları da rahat şəkildə etmək olur. Deməli, birinci burada gəldik. A dəyişənimizin qiyməti 9-dur. 9 böyükdür 5-dən. Şərtimiz burada hə olacaq. Ondan sonra 9-dan 6 çıxıram, 3-ü çap edirəm. Ən böyük problem burdadır. Burada yoldaşlar 3-ü çap eləyir, amma yəni A dəyişəninin qiyməti 9 daha. Sadəcə 3-ü çap eləyir. Sonra təzədən bir də yoxlayırıq. 9 böyükdür 2-dən. Şərtimiz hə olacaq. 9-un üstünə 3 gəlir, 12 çap olunmuş olacaq. Daha else-yə müraciət etmirik. Burada dövrdə olmayan, dövrdə olan A bərabərdir A minus 2. Olacaq, deməli, A-nın qiyməti 9-dan 2 çıxdıq. Bizə qaytaracaq 7-ni. Düzdürmü? Ondan sonra gəlirik təzədən bir də while-a. Yəni A bərabərdir 7-dir də. 7 böyükdür 5-dən. Yenə də burada şərtimiz hə olacaq. 7-dən 6 çıxırıq, 1-i çap eləyəcək.
İndi 7 böyükdür 2-dən. Şərtimiz hə olacaq. 7 plus 3 onu çap eləyəcək. Daha bir də else qoluna keçməyəcək. Sonra A bərabər olacaq. 7 çıxılsın 2. Yəni olacaq 5. Üçüncü halda şərtə gedirəm. 5 böyükdür 5-dən. Şərtimiz doğru olmayacaq. Baxın, şərtimiz doğru olmayacaq. Şərtimiz doğru olmursa, buradan qapı açılmır və qapı açılmırsa, dövrün içində olan bu operatorların heç biri icra oluna bilmir. Gəlirik printə. Printə gələndə, printdən yuxarıda bir azalma olduğunu görürük. Yəni A-2. A-nın son qiyməti 5 idi. 5-dən çıxdıq 2-ni, olacaq deməli 3. Print A 3-ü çap etmiş olacaq. Deməli 3, 12, 1, 10 və 3-ü ardıcıl şəkildə alt-alta çap etdiyini görə bilərik. Aydın oldumu? Başa düşdükmü? Hansı qiymətin hardan gəldiyini bilməyənlər suallarınızı verin. Yəni biz də suallarınıza cavab verək. Yəni nəyi başa düşmədiniz? Nə qaranlıq qaldı? Ümid edirəm ki, sualınız yoxdur. Gəlin son olaraq başqa birinə baxaq. Yazıram for in belə bir komanda 4, 9, 2 və 6. Belə bir komanda yazmışıq. İndi yazıram ki, while i böyükdür 5-dən. Ondan sonra print yazıram ki, i minus 3 belə bir komanda. Ondan sonra yazıram if i böyükdür 2-dən. Sonra yazıram print a plus 3. Sonra yazaq elif i böyükdür 1-dən. Sonra yazıram print a üstündə 2. Ondan sonra yazıram else. Else print A qalıq 2. A qalıq 2 və A bərabərdir. A çıxılsın yazıram 3-ü. Çıxılsın 3 yazıram. Burada yazıram print tutalım ki 2 dənə ulduz. Baxın bax print 2 3 dənə ulduz. Tazdan sonra burada da yazıram print. Baxın bax plus işarələri. Aha, yazaq görək bunu siz yazın birinci. Yazaq görək nə alırıq cavab. Sizə həvalə edək. Aha, bircə dəqiqə sual getdi ekrandan. Gəlin cavablarını göstərim. Cavablarını göstərim. Məndə enerji, elektrik enerjisi kəsildi. Ayda A plus 3 yox. Burada I plus 3 yazmalıydıq. İ'nin qüvvətləri olmalıydı. Biz I yazmalıyıq hər birini. I.
Gəlin qiymətlərimizə baxaq. Deməli, bu vəziyyətdə çap olunduğunu görə bilərik. Bəli. Bəli, A-ların yerinə elə bil ki, i kimi yazıb hesablamısınız yəqin ki, və ekrana çap olunacaq qiymətlərimiz belədir. Bircə dəqiqə bizim enerji getdi. Bir dənə burada baxım görüm zaretka nə qədər qalıb. 58-dir. Bunu izah edib çatdıra bilməyəcəm. Eyb yox, bu qalsın bu sual. Bunu növbəti dəfəki dərsin əvvəlində izah eləyərəm. Çünki indi bu dəqiqə işıqlar söndü və bunu bircə dəqiqə save as vuraq. Adına qoyaq yarımçıq sual. Yarımçıq sual və yaxud da hər biriniz bunu mənə WhatsApp-da yazın, yazılı şəkildə bu misalı atın ki, görək həlli necədir. Bugün üçün bu qədər. İnşallah biz növbəti həftənin birinci günü sizinlə növbəti həftənin birinci günü sizinlə defə başlayacağıq. Yəni demək olar ki, artıq ağır olan funksiyalarımızı artıq öyrənirik, yekunlaşdırmışıq. Yəni ona görə də çox diqqətli olmaq lazımdır. Növbəti dəfədə defi 3 dəfəyə keçəcəyik, çünki defdə çətin anlayışlar var. Defin içində məpi də öyrənəcəyik, labdanı da öyrənəcəyik. Bax, belə anlayışlar. Olduğu zaman ev tapşırığını qrupunuza yazacağam. Sağ olun, sağlıqla qalın.